İstanbulun sabiq bələdiyyə sədri Ekrem İmamoğlu məhkəmə ilə bağlı çağırış eləyib. Gündəm xəbərin efirində 12 noyabr tarixidir və Türkiyə mediasına istinadən bir xəbər diqqətinizə çatdırırıq. Belə ki, həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Ekrem İmamoğlu məhkəməsinin Türkiyə televiziyalarında canlı yayımlanmasına çağırıb. Gündəm xəbər verir ki, bundan əvvəl İstanbul Respublika Prokurorluğu istintaqını başa çatdırıb və İmamoğlu üçün 2352 ilə qədər həbs cəzası istəyib. 402 şübhəlinin adını çəkən ittiham aktı məhkəməyə 11 noyabrda təqdim edilib. Müxalif siyasətçinin məhkəməsinin başlanma tarixi isə hələlik məlum deyil. Sözcü televiziyasının məlumatına görə isə İmamoğlu belə bir fikri səsləndirib və o deyib ki, xalqımızdan gizlədiləcək bir şeyimiz yoxdur. Bu ittihamnamə Cumhuriyyət Xalq Partiyasına qarşı yönəlib. Parlamenti məhkəmənin TRT və digər kanallarda yayımlanmasını təmin etməyə çağırır.